Deməli, bugün bu qabağıma belə bir avtobus çıxıb. Yəni, normalda qıraqdan baxanda elə bildim ki, yəni adi bir avtobusdur. Bir də sizə icazə alıb bunun içini çəkəcəm. Deməli, bu sürücü yeri. Buradan çıxırıq belə. Sürücü yeri, buradan pasajir yeri. Sərnişin yeri. Belə. Buradan keçirsən yavaş-yavaş. Burada 2 nəfərlik, 3 nəfərlik kreslo. Burada da 3 nəfərlik kreslo. Burada da belə bir LCD televizor. Keçək biraz da qabağa. Bura deməli kuxnası, xaladeniki, mikrovalovkası, böyük kuxnası. Keçirik belə. Bura ayaq yolusu. Yəni, duşavoy var ya, yoxdur. Baxacaq indi. Deməli, bura bunun vanlı otağı. Yəqin ki, vanlı otağıdır. 4 nəfərlik çarpayı. Yəqin maşın 6 nəfər üçün. Maşın deyəndə avtobus. 6 nəfər üçün. Burada belə bir şey. Deməli, dvuspalni kravat, 2 nəfərlik televizor. Hər bir şəraiti var da demək olar ki. Böyle. Hemen o çöldən gördüğünüz avtobusdur. Kuxnası.